Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Salam, əziz dəyərli dostlar, bacı və qardaşlar. Allah Taala mübarək Ramazan ayında tutduğunuz orucları, etdiyiniz ibadətləri ən ali dərəcədə qəbul etsin. Və hər kimin nə duası var, nə müşkülləri var, dua və müşküllərini həll etsin. Bəli, qarşıda inşallah mübarək Qədir gecələri gəlir və mən istəyərdim Qədir gecələri haqqında bir neçə dəqiqə sizlərə məlumat verəm. Həqiqətən də bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran və könüllərin sultanı Quran-ı Kərim məhz bu gecədə nazil olub. Alimlərin qeyd etdiyinə görə Quran iki cür Həzrəti Peyğəmbərimizə nazil olub. Bir, 23 il ərzində, bir də bir dəfiyə Peyğəmbərimizin qəlbinə nazil olub. Yəni Həzrəti Peyğəmbər hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə Qədir gecəsində Allahın kitabı bütünlükdə Həzrəti Peyğəmbərin qəlbinə nazil olmuşdu. Bəli, ərəbcə Qədir gecəsi Leylətul Qədr adlanır. Azərbaycanca Müqəddərat gecəsi. Yəni bu anlama gəlir ki, dinimizə əsasən Müqəddərat gecəsi nədir? Təbii ki, bunlar haqqında geniş danışmaq olar, amma mən qısa və lakonik olaraq bu mövzulara toxunuram ki, sizlərə məsələ aydın olsun. Çünki videomuz uzun olanda da adətən bu videoya baxılmır və üzərindən keçirilir. Amma mən çalışdığım qədər qısa etməyə çalışıram. Dinimizə əsasən insanın seçim azadlığı vardır. Yəni atdığı hər bir addım insanın atdığı hər bir addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsərinə çevrilir. Keçmişdə etdikləri əməllərin qurbanı olub. Qədir gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyindən qurtulsunlar. Yəni müqəddəratı dəyişsinlər. Çünki bu gecə həmçinin də müqəddəratı dəyişən gecələrdəndir. Bu nöqteyi nəzərdən ona görə Qədir gecəsi elə bir fürsətdir ki, bu həmçinin bu gecə taleyə yüklü bir məsələdir. Yəni insanın həmçinin taleyi, yəni müqəddəratı bu gecədən asılıdır. İnsan eləyə bilər ki, keçmişdə etdiyi elə bir günahları heç zaman bəlkə bağışlatdıra bilməz. Amma Qədir gecəsi Allah elə bir fürsət yaradır insana. İnsan tövbə eləsə, insan Allahdan istiğfar etsə, Allah Taala onu bağışlayar. Bəli, əziz dostlar, Qədir gecəsi mübarək Ramazan ayının 19-u, 21-i və 23-cü gecələrindən birinə təsadüf edəcək ki, bəzi mənbələr 27-ci gecəni də qeyd edirlər. Ayının 8-i, 10-u, 12-si və 16-cı gecələrinə təsadüf edəcəkdir. Bu gecənin ən mühüm əməllərindən biri də insan əhya saxlamasıdır. Yəni bu 3 gecə, 4 gecə ərzində insan gərək əhya saxlaya, oyaq qala. Əhya nədir? Əhya ərəbcə diriliş deməkdir, oyanmaq deməkdir. İnsan bir dirilə, insan bir oyana. Baxın, Allah Taala bizə 1 il, 12 ay, 365 gün verir. Bu günlərdə biz yatırıq, biz Allahla ünsiyyətimiz azalır. Bəzən çox vaxt ayıra bilmirik ibadətimizə və itaətimizə. Amma Allah Taala bu mübarək Ramazan ayında insan üçün bir fürsət yaradır. Deyir, ey insan, gəl mənim qapıma. Mənə dua elə, mən duanı qəbul edərəm. Məndən bağışlanma dilə, mən səni bağışlayaram. Bir növ elə bil ki, insanı oyadır. Bir növ elə bir insanı dirçəldir. Bir növ insanı loru dillə desək, məcaz dillə desək, silkələyir ki, ayıl, nə üçün dünyaya gəlmisən? Nə üçün dünyadasan və hara gedirsən? Axırın haradır? Bu dünya müvəqqətidir. Bu dünyanla bir gün vidalaşacağıq hər birimiz. Bir növ insan əhya eləməklə vicdanını oyadır, ruhunu oyadır, özünü təmizləyir. Həm fiziki, həm zehni, həm ruhi, hər bir baxımdan. O nöqteyi nəzərdən əhya gecəsi ən mübarək gecələrdən biridir və əhya mühümmidir. İnsan Allaha xatir, yəni qurbətən ilallah, məğrib azanından sübh azanına qədər sadəcə oyaq qalması, heç bir ibadət etməsə belə, təbii ki, Qədir gecəsinin vacib yox, müstəhəbbi, yəni tövsiyə olunan əməlləri vardır ki, onlar haqqında da məlumat verəcəm yeri gəlmişkən. Amma heç bir əməl etməyib, oyaq qalmağı belə ibadətdir. Bəli, mübarək Ramazan ayının Qədir gecələrinin fəziləti o qədər böyükdür ki, bu gecə edilən ibadət 1000 aydan üstündür.
Quran da buyurur: "Leyletul Qadri hayrun min alfi şehr." Qədir gecəsi 1000 aydan üstündür. Qədir gecəsinin elə bilin ki, dostlar, elə bir Allah ona nemət bəxş edib, elə bir fəzilət verib ki, 83 alimlərin qeyd etdiyi və yaxud 84 ildə gedəcəyin bir yolu, edəcəyin ibadətlərin savabı və mükafatını Allah sənə bir gecədə əta edir. Bu nöqteyi nəzərdən bundan da əlavə mübarək Ramazan ayında həm Quran-Kərimin nazil olduğu günlər və gecələr, həm də Natiq-i Qur'anın şəhid olduğu gecələr vardır. Ramazan 19-u və 21-ci gecələri həm də şəhadət günləridir. Həzrət Əlinin namaz üstündə zərbətlənib və 19-u, Ramazan 19-u, 21-ci gecəsi isə şəhid olub. Bu nöqteyi nəzərdən bu gecələrdə Həzrət Əlini yad etmək, onu uzaqdan da olsa, yaxından da olsa ki, daha yaxşı olar yaxından, amma olmadığı təqdirdə uzaqdan da olsa ziyarət etmək bəyənilən işlərdəndir. İnşallah Allah tutacağınız orucları, edəcəyiniz ibadətləri ən ali dərəcədə qəbul etsin və bizlər üçün də dua edin. Allah Teala qarşıda gələn əhya gecələrinizi mübarək qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.